Değerli pasientlər, bugün sizə ureteropelvik birləşkə darlığı və onun səbəb olduğu hidronefrozdan bəhs eləmək istəyirəm. Özəlliklə uşaq xəstələrdə çox qarşımıza çıxır. 1000 doğumda bir görsənir və əksər hallarda oğlan uşaqlarında görsənir. Yetişkin xəstələrdə də sıx-sıx qarşımıza çıxır. Qarşımıza hansı şikayətlərlə gəlirlər xəstələr, pasientlər? Sidikdə qan şikayəti, bəzən böyrək ağrısı şikayəti, bəzən hipertansiyon şikayəti ilə bizə müraciət edirlər. Bu ureteropelvik birləşkə darlığı nəyə səbəb olur? Sidik yolu infeksiyalarına səbəb ola bilər, böyrəklərdə ağrıya səbəb ola bilər, böyrək funksiyalarının itirilməsinə səbəb olur. Diaqnozu necə qoyuruq? Diaqnozu ilk növbədə ən az invaziv olan yöntəmlərlə, yəni ultrasəs müayinəsi ilə başlayıb, böyrəyin ölçüsü, kəsələyən sistemin genişlənməsi haqqında məlumat alıb, ondan sonra müvafiq olaraq KT anjiyo və sintiqrafiya testləri edərək böyrək funksiyaları haqqında bir bilgi əldə edirik. Daha sonra bu əldə etdiyimiz bilgilərə görə əməliyyat qərarı və ya təqib müşahidə qərarı veririk. Hansı xəstələrə əməliyyat, hansılarına təqib müşahidə qərarı veririk? Əgər sıx-sıx sidik yolları infeksiyası keçirirsə, xəstədə ciddi şəkildə ağrı varsa, böyrək funksiyalarında ondan çox itirilmə varsa, %40-ın altına hətta düşmə varsa, o hallarda biz əməliyyat qərarı verə bilirik. Əməliyyatlarımız açıq, endoskopik və laparoskopik, yəni qapalı üsulla icra edirik. Qızıl standart hansıdır? Təbii ki, xəstədən xəstəyə görə fərqlilik göstərir, amma hələ ki, qızıl standart pieloplastika əməliyyatıdır. Pieloplastika əməliyyatının özəlliklə edilə bilirsə, uşaqlarda da, özəlliklə böyüklərdə laparoskopik yolla icra edilməsi daha məqbuldur. Biz öz təcrübəmizdə laparoskopik pieloplastika edirik. Niyə laparoskopik yolu tərcih edirik? Daha az qanama olur, əməliyyat sonrasında daha tez sağalma, xəstənin postoperativ reabilitasiyası daha tez olur. Ən önəmli şey kəsiyin daha qısa olması. Normal açıq pieloplastika əməliyyatında 12-15 santimlik bir kəsikdən əzələləri kəsərək bu əməliyyatı icra ediriksə, laparoskopik əməliyyatlarda bu 3 ədəd 1 santimlik dəlikdən icra etdiyimiz bir əməliyyatdır.